Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz düzbucaqlı, üçbucaqlı metrik münasibətlərdir. Deməli, burada bilirik ki, düzbucağı əmələ gətirən tərəflərə katetlər deyilir. A və B katetlərdir. Düzbucağın qarşısındakı tərəfə isə hipotenuz deyilir. Burada düzbucaq təpəsindən hipotenuza bir dənə hündürlük endirmişəm. H perpendikulardır C-yə. Və həmən bu C-də perpendikulyar çəkdikdə hipotenuz iki hissəyə ayrılır. Bunun birini M, birini isə N adlandırırıq. İndi M nədir? M A katetinin proyeksiyasıdır. Eyni qayda ilə N isə B katetinin proyeksiyasıdır. İndi burada metrik münasibətlər nədən ibarətdir? Bu hündürlüyün kvadratı həmişə proyeksiyalar hasilinə bərabər olur. Yəni M vurulsun N-ə. Buradan H bərabərdir. Kök altında MN yazmaqla da yenə eyni düsturu tapmış oluruq. İkinci düsturumuz bundan ibarətdir ki, katetin kvadratı, yəni A-nın kvadratı bərabərdir özünün proyeksiyası ilə hipotenuzun hasilinə. Və o bir kateti yazası olsam, yazaram ki, B-nin kvadratı bərabərdir. Yenə özünün proyeksiyası ilə C-nin, yəni hipotenuzun hasilinə. Bu üç dənə münasibətə birlikdə deyilir ki, düzbucaqlı, üçbucaqda metrik münasibətlər. Biz bilirik ki, üçbucağın sahə düsturu, deməli, oturacaq vurulmuş hündürlük bölünsün 2-dir. Düzbucaqlı, üçbucağın sahə düsturu isə özünə xas olaraq katetlər hasilinin yarısıdır. Deməli, mən əgər yazsam ki, burada AB bölünsün 2, bu düzbucaqlı üçbucağın sahə düsturudur. Və yaxud da ki, yazsam ki, CH bölünsün 2, bu da düzbucaqlı üçbucağın sahə düsturudur. Bu sahə düsturları bir-birinə bərabərdir, çünki eyni üçbucağın sahəsindən söhbət gedir. Sahələr bərabərdirsə, onda buradan ikiləri, hər tərəf 2-yə vurmaqla ikiləri atsam, bu tərəf katet hündürlüyü arasında olan əsas düsturlardan birini AB bərabərdir CH düsturunu tapa bilərəm. Deməli, burada da katetlər hipotenuz verildikdə hündürlük ya da katet hipotenuzun biri verildikdə öbür kateti tapmaq üçün səmərəli düsturlardan biridir. Bu oldu düzbucaqlı üçbucağın tərəfləri və hündürlükləri, proyeksiyaları arasındakı əlaqə düsturları. Hələlik bu qədər. Sağ olun. Növbəti dərsdə görüşərik inşallah.